C2H5OH-dan C2H4-ün alınması dehidratlaşmadır. 1-ə yazırıq dehidratlaşma. Çünki orada amma 2-də C2H4-dən C2H6-nın alınması hidrogenləşmədir. Çünki hidrogenin sayı artır. C2H6-dan C2H4-ün alınması isə 3-cüdə dehidrogenləşmədir. Çünki hidrogenin sayı azalır. C2H4-dən C2H5-in OH-ın alınması isə hidratlaşmadır. Qısaca burada bizə hidrogenləşməni istəyir, o 2-dir. Hidratlaşmamız isə 4-cü reaksiyadır. Cavab C-dir. 78-də isə dehidrogenləşmə və dehidratlaşmanı da buna əsasən yazarsınız. Gəldik 79-a. Deyir, molekulunda siqma rabitələrin ümumi sayı 11-dir. Siqma rabitə sayı alkenlərdə biz necə müəyyən edirik? Ümumi formulu yazsaq, CN, H2N. Mən bilirəm ki, karbon-karbon arası bir vahid azdır, N-1. Karbon-hidrogen arası 2N-dir. Cəm olur 3N-1. 3N-1 bərabər imiş 11-ə. Burada deyirik ki, N bərabər imiş o zaman 4-ə. N-imiz 4-dürsə və Markovnikov qaydasına uyğundursa, yəni İltiqat rabitəsi karbon atomlarında eyni qədər hidrogen olmalıdır. Karbonun sayı 4 olan, yəni butenin 2 forması var. Ya buten 1-dir, ya da buten 2-dir. Hər ikisinin formulu yazaq. Görək hansı uyğundur Markovnikov qaydasına. Birbaşa baxırıq, bu uyğundur. Buten 1 uyğundur. Çünki hidrogen fərqi var. Markovnikov qaydasına uyğun olması üçün hidrogen fərqi olmalıdır. Eyni olsaydı uyğun olmazdı. Misal üçün, buten 2 uyğun deyil. Baxın, 2 qat rabitədəki karbon atomlarında eyni qədər hidrogen var. Eyni qədər hidrogen varsa uyğun olmaz. Yəni, burada cavabımız buten 1-dir, Y bəndidir. Sonra gəlirik 80-də həmçinin bu formanı tapırsınız. Molekulundakı siqma rabitələrin sayı 14-dürsə, N-imiz 5 eləyir. 5-də ya penten 1 olur, ya penten 2 olur. Yazıb tapırsınız. 81-də reaksiyası üçün hansı ifadə doğrudur? Bromlu su rəngsizləşir, doğrudur. Adi şəraitdə gedir, doğrudur. Əvəz etmə reaksiyasıdır, yanlışdır. Çünki birləşmə reaksiyasıdır. Gəldik bu səhifəyə. 83-cü sualımızda yenə 2 mol alkenin kütləsi qədər artacaq, yəni 28-in, 84 də onun kimi, 85-dən nisbi 91-ə baxarıq da sonra. Necə? Sonra 91-ə baxarıq da. Hə, baxacağıq. 85-də nisbi molekul kütləsi 70-dirsə, deməli 14N 70-ə bərabərdir. N də 5-dir. N-imiz 5-dirsə, biz demişik ki, ya penten 2-dir, ya da penten 1-dir. Demişik ki, 1 olanların heç vaxt izomeri olmur. Cavab olur B bəndi. Hidrogen atomlarının sayı 2 vurulsun N+1-dirsə, karbon atomlarının sayı N+1-dir. 2-yə bölürük. Sonra buten 1 almaq üçün sink ilə hansı maddələrə təsir etmək lazımdır? Siz bilməlisiniz ki, buten 1 üçün deməli xlor atomu 1-ci karbon atomunda və 2-ci karbon atomunda olmalıdır ki, yan-yana olan olsun, yəni Y bəndi. Buten 2 alınmaq üçün karbon atomlarında 2 qat rabitə 2-ci və 3-cüdədir. Deməli 2-3 dixlor olmalıdır. Y bəndi. 18-19 filan asanlıqla baxmadıq. Gəldik 91-ə. Və yaxud istəsəz baxaq da 90-a baxaq. 18N-1 su alınıbdırsa, deməli N-1 su alınıbdır. Qram sudursa 18-ə bölürəm. Hidrogenin sayı nə qədər olur? Hidrogenin sayı olur 2N-2. Hidrogenin sayı 2N-2-dirsə, elə məndən 2N-2-ni istəyir. Elə bildim karbonu istəyir. Karbonu istəsəydi 2-yə bölərdim, N-1 olardı. Gəldik 91-ə. Deyir, 1,12 litr etileni
1,2 dixloretana çevirmək üçün tələb olunan xlor qazını neçə qram natrium xlordan almaq olar? İlk öncə biz bilməliyik ki, 1,2 litr etileni üçün elə 1,12 litr xlor qazı lazımdır. Çünki mola-mol gedir reaksiya. C2H4-ün üzərinə gəlirəm xlor qazını, alıram C2H4 xlor. Yəni 1 mol ilə 1 mol reaksiyaya girir. 1,12 litr ilə də 1,12 litr reaksiyaya girəcək. Bu mənə aydın olduqdan sonra deyirəm ki, indi natrium xlor. Heç mən burada reaksiyanı bilməyim, bilməyimə də ehtiyac yoxdur. Natrium xlor qoyuram, burada xlor 2 qoyuram, xlor qazının alınması. Xlorun sayı 2-dirsə, deməli natrium xlordan da 2-dir. Düşəcəyəm salına. Deməli mən 2 mol natrium xlordan 1 mol xlor qazı ala bilirəm. 2 mol natrium xlorun da kütləsi 58,5 vurulsun 2-dir. 116, 117. 117 qramından deməli mən 22,4 alıram. Bəs 1,12-sindən nə qədər alasıyam? X, o da eləyir 5,85. Hafizə başa düşdün? Bəli, müəllimə, elektrolizdə yazamamışdım. Otur işlədə, sən hələ gəlib elektrolizə satıb yazmamısan. Xeyr, müəllimə, yazmamışam. Yaz da, otur yaz. Niyə yazmırsan ki? Nə vaxt yazmağı fikirləşirsən? Müəllimə, inşallah bu həftə içi yazacağam. Vaxt olmur deyə. Amma bu həftə içi yazıb atacağam. Mütləq. 92, 0,2 metr kub havada neçə litr etileni yandırmaq olar? Siz bilməlisiniz ki, 0,2 metr kub havanı əvvəlcə litrə çevirməlisiniz. Yəni 1000-ə vurmalısınız. Olur 200 litr. 200 litr havanın 21% oksigendirsə, 200-ün 21%-ni tapırsınız. Deməli 42 litr oksigen var. Sonra etilenin yanma reaksiyasını yazırsınız. C2H4 plus 3 mol oksigen alasıdır. İndi birbaşa yazıram da mən. CO2 alınır burada 2 mol, su da alınır 2 mol. İndi deyirsən ki, 1 moluna 3 mol lazımdır. Bəs neçəsinə 42 olar? X da buradan bərabər olur 14. 93-də hansı reaksiya doğru deyil? A bəndi doğru deyil. Baxın, bromlar arasında bir dənə karbon atomu var. Burada alken yox, diskul alkan alınmalıydı. 94-95-də 200 dibrom 2 metil pentanasi. Necə idi bu? Necə? 93-də necə idi? Bir dəfə izah edə bilərsiniz? Əlbəttə. Bromlar yan-yana olsa, yəni bu brom burada yox, burada olsaydı, bəli, siz deyən idi, propeni alasıydım. Amma bromlarımız uzaqdadır, aralarında ən azı bir dənə karbon atomu varsa, biz bilirik ki, ora sink ilə təsir edəndə alken yox, diskul alkan alırıq. Buradan alınacaq da diskulopropan. Alken alınmasının şərti odur ki, bromlar, xlor olsun, onlar yan-yana olmalıdır. Biri buradadırsa, digəri də bu biri karbon atomu. 200 dibrom 2 metil pentana sinklə təsir etdikdə hansı karbohidrogen alınar? 2 metil yazırıq birləşməni. Birləşməmiz budur, yazırıq. Birləşmə. Birləşməmiz budur. Bura sink ilə təsir edəndə xlor atomları çıxır, sinklə birləşib sink xlor 2 əmələ gətirir. Xlor atomları olan karbon atomlarının arasında 2 qat rabitə düşür. Ona görə şərtimiz odur ki, xlor atomları yan-yana olsun. Yan-yana olmalıdır ki, oralarında 2 qat rabitə düşsün. Alınan maddəmiz də budur. Variantlara baxırsınız ki, hansındadır. Aydın oldu? Daha sonra deyir 95-də 2 metil propen üçün hansı ifadə doğru deyil? Y bəndi doğru deyil. 10 dənə sigma yox, 11 dənə sigması var. Katalizatoru ilə hidrogenləşir, bəli, hidrogenləşir. H-xloru ilə bu maddə alınır. Bunların hər biri doğru olacaq. Çünki bunun tərkibində 4 dənə karbon atomu var. 4 dənə karbon atomu olanlarda da 11 dənə sigma var. 10 dənə sigma deyil deyə birbaşa variantımız yanlışdır orada.
Gəldik 96-cı suala. Etilen və azotdan ibarət 10 litr qarışığı içərisində bromlusu olan qabdan keçirdikdə qabın kütləsi 2,8 qram artmışdır. Burada 2,8 deməli nəyin kütləsidir? Siz birbaşa onu bilməlisiniz ki, mən bunu qabdan keçirdəndə etilenin kütləsi qədər qab artır. 2,8 artıbdırsa, deməli həmin etilenin kütləsi də 2,8-dir. Etilenin kütləsi 2,8-dirsə, deməli etilenimiz 1,12 litrdir. Üzrü sayını 2,24 litrdir. Yəni 0,1 moldur. 28-imiz axı 22,4 litrdir. 2,8-imiz də 2,124 olacaq. Bizdən etilenin həcmini istəyirdi. 2,124-ü bölürsünüz 10-a, vurursunuz 100-ə. O da eləyir 22,4 faiz, yəni litr nədir? 97-də 8,7 qram manqan O2-nin xlorid turşusu ilə qarşılıqlı təsirindən alınan xlorla neçə litr etileni 1,2 dixlor etana çevirmək olar? Gəlin baxaq. H-xlor ilə reaksiyasını yazırıq. Reaksiyada alınır manqan xlor 2 və su. Reaksiyanı yazdıqdan sonra təbii ki, əmsallaşdırırıq. Əmsallaşdıranda baxaq görək nəyə nə düşəcək. Əmsallaşdırırıq. Əmsallaşdıranda bura 4 düşür. Bura 2 düşür. Və əmsallaşır. Düzdür, başqa nəyəsə ehtiyac yoxdur. Deyirik ki, 87 qramından alınır 1 mol xlor qazı. 8,7-sindən də almasıdır 0,1 mol. 0,1 mol xlorumuz da neçə litr etilenimizlə reaksiyaya girəcək? Elə 0,1 mola mol gedən reaksiyadır. Ona görə də cavabımız elə olur 2,24 A bəndi. Aydın oldu? 98-də buten 2-dən kalium permanqanat ilə reaksiyasından 2 atomlu spirt olmalıdır və OH-lar yan-yana olmalıdır. Y bəndində cavabımız. Çünki bunlar arasında 2 qat rabitə var. Buten 2-dir. 2 qat rabitə qırılır, OH birləşir. Cavab da olur Y bəndi. Hansı reaksiya doğru deyil? Deyək hansı reaksiya doğru deyil? A variantı doğrudur, B variantı doğrudur, C variantı doğrudur, D variantı doğrudur, Y variantı doğru deyil. Çünki biz demişik ki, alkanların monohallogenli törəməsinə. Yəni, bir dənə hallogen olmalıdır. Amma burada baxın, 2 dənədir. İndi alkinlər dərsini keçəndə görəcəksiniz. Dihallogenli, yəni 2 dənə xlor atomu olanlara kalium OH-ın spirtdə məhlulu ilə təsir etdikdə, orada 2 qat yox, 3 qat rabitə əmələ gəlir. Yəni, alkinə. Hansı reaksiya üzrə alınan birləşmə bromlu suyu rəngsizləşdirir? Alken olan olmalıdır. Variantlara baxanda görürəm ki, C bəndidir. C bəndindən C2H4 alınır ki, o da bromlu suyu rəngsizləşdirir. Aydın oldu mu? Uşaqlar, 100-ə qədər gəldik. 100-dən sonra mən istəyirəm indi